Gecələr bir qolum üstə yata bilmirəm, çiynim ağrıyır, məni yuxudan oyadır. Ümumiyyətlə, çiyin ağrıları bir çox səbəblərdən ola bilir. Birinci yerdə duran donmuş çiyin sindromudur ki, bu zaman çiyin oynağının qapağı sərtləşir və nəticədə çiyində ağrı və hərəkət məhdudluğu yaranır. İkinci səbəb bursit ola bilər ki, bu çiyin oynağında selikli hissənin iltihablaşmasıdır ki, bu da çiyin ağrılarına və hərəkət məhdudluğuna səbəb olur. Əgər boyun nahiyəsinin osteoxondrozu və fəqərə arası diz yırtığı varsa, bu da çiyin oynağında müxtəlif dəyişikliklərə gətirib çıxardır və bu da ağrıya səbəb olur. Belə pasientlərdə çiyin ağrıları gecə saatlarında əsasən artır, pasiyenti yuxudan oyadır, pasiyent qolunu qaldıra bilmir, başın arxa hissəsinə apara bilmir və eyni zamanda çiyin oynağında hərəkət məhdudluğu yaranır. Sizin də bu cür şikayətləriniz varsa, vaxtında həkim nevroloqa müraciət edib müalicə alın. Əks halda bu çiyin oynağının tamamilə bloklanmasına və hərəkət qabiliyyətinin itirilməsinə gətirib çıxaracaqdır.